Hər birinizi salamlayıram. Sizinlə birlikdə bu videoda 2025-ci il 11-ci siniflər üçün nəşr olmuş topludan disjunctive question, yəni ayrıcı sual cümlələri haqqında bir neçə testin izahına baxacağıq. Testləri izah etdikcə bir-bir bütün qaydalara toxunacağım ki, digər testləri də bu qaydalar əsasında asanlıqla yaza biləsiniz. Disjunctive question, yəni ayrıcı suala bəzən biz tək question'da deyirik. Bu, bir tərəfi təsdiq, digər tərəfi inkar olan cümlələrdir. Bu əksinə də ola bilər. Birinci tərəf inkar, ikinci tərəf təsdiq də ola bilər. İndi isə birinci testin izahına baxaq. Burada yazılıb Christmas is celebrated on December 25. Christmas bayramı dekabrın 25-i qeyd olunur. Birinci tərəf təsdiq olduğu üçün ikinci tərəf inkar olmalıydı və birinci tərəfdə hansı köməkçi feildən istifadə olunubsa, ikinci tərəfdə də eyni ilə o köməkçi feilin inkarı qeyd olunmalıdır. Ona görə də burada cavab olur B variantı is, arxasıca yazılmalıydı isn't. A variantı və D variantında did gətirilib yanlışdır. C variantında doesn't işlətmirik. Y variantında isə cümlə birinci tərəf təsdiq olduğu üçün ikinci tərəf artıq inkarda verilməlidir. İndi isə baxaq dördüncü testimizə. Dördüncü testimizdə we are never late for our classes. Biz heç vaxt dərslərimizi gecikmirik. Bu cümlədə inkar bildirən söz var. Never. Yadımızda saxlayırıq. Never, hardly, scarcely, rarely. Bu sözlər özü birbaşa inkar edir deyə həmin sözlər olan cümlələri ikinci tərəfdə təsdiq formada yazmalıyıq. Ona görə ikinci tərəfi inkar olan variantları çıxaq. D və Y variantları inkardır. Cümlədə hansı köməkçi feildən istifadə olunubsa, o köməkçi feili də ikinci tərəfə gətirməliyik. Baxırıq cümlədə to be-nin forması var. Ona görə də do gətirməyə ehtiyac yoxdur. Əgər cümləmizə köməkçi feil olmasaydı, biz o cümləyə do gətirə bilərdik. Ya da have, cümlədə have plus peki yoxdursa, have-i də istifadə etmək olmaz. Cavab oldu. C variantı. Deyir ki, biz dərslərimizə gecikmirik. O isə deyir ki, daha doğrusu deyir, biz dərslərimizə gecikmirik. Elə deyilmi? İndi isə baxaq 8-ci testin izahına. Burada bizə verilir David and Jane work at your office. Birinci cümlə təsdiq olduğu üçün ikinci tərəfdə inkar yazılmalıydı. İnkar olmayan variantlarımızı çıxaq. Bir dənə D variantı yanlışdır. Work indiki sayda zamandır və biz indiki sayda zamana did gətirə bilmərik. Don't olmalıydı. Baxırıq A, Y variantları don't yazılıb və indi biz mübtədanı seçməliyik. Birinci tərəfdə hansı mübtədadan istifadə olunubsa, ikinci tərəfdə onu əvəz edən əvəzlik işlətməliyik. Bu cümlədə isə David və Jane artıq iki nəfərdir. Əvəzinə onlar deməliyik. Biz burada sadəcə she ya da he işlədə bilmərik. You da işlədə bilmərik. Əgər burada olsaydı David, Jane və sən, o zaman siz deyə bilərdik. Ona görə Y variantı da yanlışdır. Cavab oldu A variantı. Tərcümədə deyir ki, David və Jane sizin ofisdə işləyir. Elə deyilmi? İndi isə 10-cu testə baxaq. Carlos children enjoy cartoons. Carlos'un uşaqları cizgi film xoşlayır, ondan həzz alır. Birinci tərəf təsdiqdir. Artıq ikinci tərəfdə inkar işlətməliyik. İnkar olmayan variantları çıxırıq A, D inkar deyil. Qalırıq B, Y, C arasında. Cümləmizdə to be-nin forması yoxdur deyə artıq C variantı da yanlışdır. İndi burada biz mübtədanı seçməliyik. Bilirik ki, Carlos children ifadəsində mübtəda uşaqlardır. Yəni Carlos burada sadəcə yerlik bildirən sözdür. Uşaqların kimin uşağı olduğunu bildirmək üçün Carlos gəlib. Ona görə burada biz Carlos'u yox, children'ın özünü istifadə etməliyik. Yəni ikinci tərəfdə children əvəz edən bir əvəzlik gəlməlidir. Ona görə cavab oldu Y variantı. İndi isə baxırıq 13-cü testin izahına. The children are neither in the laboratory nor in the gym. Burada neither nor var. İkinci inkarda, ona görə ikinci tərəf artıq təsdiq verilməlidir. İnkarları çıxsaq, B-ni, D-ni və C variantını çıxırıq. Cümlədə to be-nin forması olduğu üçün artıq do Z-də işlədə bilmərik. Cavab oldu A variantı. İndi isə 21-ci testin izahına baxaq. She rarely ignores her responsibilities. Bu cümlədə rarely var. Bilirik ki, özü inkar edir. Cümləni çətinliklə, güclə deməkdir. Artıq ikinci tərəf təsdiqdə gəlməlidir. Ona görə ikinci tərəf inkar olan variantları çıxırıq. C və Y variantları çıxdı. Cavab oldu A, B və D. Cümlədə hansı köməkçi feil varsa ondan istifadə etməliyik. Yoxdursa kənardan do, does, did gətirik. Cümləmizdəki feilə əsasən də do, does ya da did olduğunu təyin edirik. Ignores feilinin sonundakı S bizə dedi ki, indiki zamandadır və üçüncü şəxsin təkidir. Ona görə cavab olur burada B variantı. A variantı did gəlib. Əgər ignores yox, ignored, yəni ignored olsaydı anı seçərdik. Cümləmizdə will ümumiyyətlə yoxdursa onun da özünü seçə bilmərik. Cavab oldu B variantı. 25-ci testində izahına baxaq. You admire people who show empathy. Deyirsən, heyransan insanlara hansı ki empati qururlar. Cümləmiz təsdiq olduğu üçün ikinci tərəf inkar olmalıydı. İnkar olmayanları çıxsaq anı çıxırıq. Cümlədə heç bir köməkçi feil yoxdur. Yəni nə to be-nin forması yoxdur. D variantı çıxır. Nə have yoxdur. Ona görə Y variantı da çıxır. İndi cümlədəki feilimizə baxırıq. Admire indiki sayda zaman olduğu üçün did yox. Do-dan istifadə etməliyik. Cavab oldu B variantı.
İndi isə baxaq 31-ci testin izahına. This generation cares about global issues. Bu nəsil deyir narahat olur qlobal problemlərə görə. Bu cümlədə cares xəbəri var. Üçüncü şəxsin təkidir, ona görə inkarı doesn't olmalıydı. Və birinci tərəf təsdiq olduğu üçün ikinci tərəf inkar olmalıydı. Ona görə cavab oldu D variantı. Bu nəsil deyir qlobal problemlərə görə narahatdır, elə deyilmi? Artıq baxırıq 25-ci testin izahına. The refugees found shelter after the conflict. Refugees qaçqınlar cəmdə olduğu üçün biz onun əvəzinə Z seçirik. Cümlədəki found sözü keçmiş zamandadır deyə biz gətiririk bura did. Yəni cavab olur D variantı. Cümlədə to be yoxdur deyə A-nı işlədə bilmərik. Feilimiz keçmiş zamandadır. Tapmaq feilinin keçmiş formasıdır found. Ona görə do indiki zamanda çıxırıq. B variantı təsdiqdir. İkinci tərəf inkar olmalıydı. Y-də isə cümlədə have yoxdursa have gətirmək olmaz. İndi isə baxırıq 40-cı testin izahına. She found the documentary about war shocking. O tapdı sənədləri. Demək, burada found keçmiş zamandadır deyə biz də cümləyə didn't gətirməliyik. Mübtədədə she-dir deyə cavab oldu. A variantı didn't she. Burada to be yoxdur deyə was gəlməz. Has yoxdur, have yoxdur deyə, has yoxdur deyə gəlməz. She-yə biz gətirib D variantındakı iti qoya bilmərik. Cümləmiz keçmiş zamandadır deyə doesn't gəlməz. 43-cü testdə də baxaq. Cümləmizdə hansı modal feil varsa həmin modal feil də ikinci tərəfdə təkrar işlədilib inkarda yazılmalıdır. Ona görə should modal feilinə must, can gətirmək olmaz. Onu A-nı, C-ni yeni çıxırıq. Birinci tərəf təsdiqdir, ikinci tərəf inkar olmaydı. Cavab oldu B variantı. One sözü də burada D variantında yanlışdır. Ona görə cavab oldu B variantı. You should always act honestly, shouldn't you? Sən gərək hər zaman vicdanlı davranasan, elə deyilmi? İndi isə baxaq 50-ci testin izahına. They must wear uniforms at the peace conference. Deyir onlar sülh konferansında uniformu geyinməlidirlər. Elə deyilmi? Must ikinci tərəfdə mustn't olmalıydı. Z isə Z kimi yerində qalmalıdır. Cavab oldu D variantı. B təsdiqdir. Should da çevrilə bilməz, kənə çevrilə bilməz. Əgər cümləmizdə kən olsaydı biz təkrar kəni gətirə bilərdik. İndi isə baxaq 53-cü testin izahına. Burada bizə verilib volunteers, könüllülər cəmdədir. Z gəlməlidir. Cümləmizdə cleaned feilindən gördük ki, cümlə keçmiş zamandadır. Köməkçi feil yoxdur deyə kənardan did gəlməliydi. Ona görə A-dakı don't, B-dəki have, D-dəki arın çıxır. Y variantı doesn't olmaz. Cavab olur C variantı. Könüllülər keçən həftə sonu çimərliyi təmizlədilər. Elə deyilmi? Cümlə keçmişdi deyə biz də kənardan did gətirdik. 55-ci testə baxaq. Her behavior was very responsible. Burada was var. Demək ikinci tərəfdə artıq was'ın özündən istifadə edirik. Digər variantları çıxırıq. Her behavior sözü onun davranışı. İsim mübtəda kimi davranışdır mübtəda. Ona görə əvəzinə gətiririk B variantındakı it. Y variantında şey gələ bilməz. Onun davranışı məsuliyyətlidir. Nə məsuliyyətlidir? Onun davranışı. Nə o? Ona görə biz burada it seçə bilmərik. It seçə bilərik. She isə qətiyyən seçmək olmaz. 62-ci testində izahına baxaq. Burada bizə verilib teenagers enjoy experiencing their opinions. Deyir ki, yeniyetmələr öz fikirlərini paylaşmaqdan, express etməkdən, ifadə etməkdən həzz alırlar. Teenagers cəmdə olduğu üçün biz onun əvəzinə Z gətiririk. Cümləmizdəki feilimiz enjoy feilidir deyə indiki sadə zamanda. Ona görə do gəlməliydi. Don't, Z. Birinci tərəf təsdiqdir, ikinci tərəf inkar oldu. Cümlədə are yoxdur deyə işlənməz, will yoxdur işlənməz. Y variantı, D variantı have yoxdur deyə işlənməz. Y variantı enjoy yox, enjoyed olsaydı C-ni seçərdik. Ona görə cavab olur A variantı. 68-ci testdə də baxaq. Yadımızda saxlayırıq cümləmizdə zero ifadəsi varsa, inkarı da özü ilə düzəlməlidir. Yəni Z-yə çevrilə bilməz. B-dəki Z-yə, D-dəki Z və Y variantındakı Z çıxır. Cümləmizdə were var, inkarı weren't olmalıdır. Cavab oldu C variantı. Deyir ki, yanvarda soyuq günlər var idi. Elə deyilmi? Cavab oldu C variantı. 69-cu testə baxırıq. Bu tipdə testlərdə mütləq diqqət edin. My niece, qardaşım qızı. Bəzən bu sözlər sizi çaşdıra bilər. Ona görə mənası yadınızda saxlayın. Niece qardaş qızı, nephew isə qardaş oğlu deməkdir. Əgər nephew olmuş olsaydı bura he gələrdi. Niece olduğu üçün she gəlməlidir. He olan variantları çıxırıq və cümləmizdə to be-nin forması var deyə cavab olur Y. Has yoxdur deyə has istifadə edə bilmərik. My niece is known for her sense of humor in family. Deyir ki, mənim qardaşım qızı ailəsində öz yumor hissi ilə tanınır. Cavab oldu Y variantı. 70-ci testdə də baxaq.
Burada bizə verilib she is being studying. Bəzən bu apostrof esi izmi həzmi deyə çaşdıra bilər sizi. Yadınızda saxlayın. Əgər apostrof esdən sonra P2 verilibsə bu has, yox ing verilibsə bu artıq olur is forması. Bu cümlədə been verilib. Bilirik ki, been to be feilinin P2 formasıdır. Yəni participle to formasıdır. Demək ki, bu has feilidir. Has olan variantlarımızı saxlayırıq. Cavab oldu C variantı. Əgər ing olmuş olsaydı biz bu zaman D-ni seçərdik ki, isn't she, yəni izin formasını seçə bilərdik. İndi isə baxırıq 73-cü testin izahına. Burada bizdən yanlış struktur soruşur. Disjunctive question'da yanlış struktur bir köməkçi feilin gəlməsi ilə bir də mübtədanın seçilməsi ilə ola bilər. Bu testə diqqət edirik. The community will support young leaders. Hökumət dəstəkləyir cavan liderləri, elə deyilmi? Cümləmizdə will var, willin inkarı, community'də itlə yazılıb bir doğrudur deyə çıxırıq. Çünki bizdən səhvi soruşur. İkinci B variantında isn't the community known for its strong traditions? Bu adi bir ümumi sual cümləsidir. Bu da səhvdir. C variantında the community supports young leaders, isn't it? Birinci tərəfdə to be yoxdur deyə ikinci tərəfə isn't işlənməməlidir, olmalıydı doesn't it. Ona görə burada cavab oldu C variantı. Və 75-ci testə də baxaq. Burada da bizdən səhv soruşur. Səhv variantımız hardadır? A variantında it isn't addiction something we should talk about openly. Bu adi ümumi sual cümləsidir. B variantında addiction affects mental health. Asıllılıq mental sağlamlığa təsir edir. Elə deyilmi? Affects var, doesn't gəlib, it gəlib. Addiction əvəzinə bu da B variantı da doğrudur. C variantında it isn't addiction a serious issue among today's teenagers. Asıllıq deyil, bugün yeniyetmələr arasında ciddi problemdir. Bu da adi ümumi sual cümləsidir. D variantında da iz qabağı keçib adi ümumi sual cümləsi yaranıb. E variantı isə yanlışdır. Çünki isn't Z-yə yox, isn't it olmalıdır. Z-yə o zaman gəlir ki, əvvəlki cümləmizdə there is olsaydı. Ona görə cavab oldu E variantı. Bununla da disjunctive question 11-ci sinif suallarına, bəzilərinə baxdıq. Yetər qədər çətin sualları seçib qeyd etdim sizin üçün. Digər sualları artıq bu izahlar əsasında yaza bilərsiniz. Mütləq izahları baxdıqca özünüzə qeydlər aparın ki, digər sualları yazmaq sizin üçün çətin olmasın. Növbəti videolarda görüşərik. Kanalımızı bəyənməyi, abunə olmağı, paylaşmağı unutmayın. Hər birinizə çox-çox təşəkkür edirəm.